Salamlayıram gözəl insanlar, hər birinizi xoş gördük. No Filter'in 7-ci buraxılışındayıq. Təbii ki, Okean Su Filtrlərinin baş sponsorluğu ilə No Filter verilişinin 7-ci buraxılışına baxırsınız. Mən də salamlayıram bütün gözəl insanları, Orxan səni, bir də bizim bu operator qardaşımız Əliyağanı. Okean Su Filtrlərinə də təşəkkür edirəm bizə bu şəraiti yaratdığı üçün. Siz də suyu filtrdən keçirib için ki, ömrünüz uzun olsun, bizim verilişlərimizə daha çox baxasınız. Bəli, bugün elə mövzu seçmişik ki, doğrudan da sözləri filtrdən keçirib danışmaq lazımdır. Mövzumuz belədir ki, Kərim bəy, qədir qiymət nə deməkdir? Qədir bilmək nə deməkdir? Ümumiyyətlə, məsələn, bir şeyin və ya bir şəxsin qədrini bilmək üçün nə etmək lazımdır? Yəni, nə olanda onun qədri bilinmiş sayılır, nə olanda qədri bilinməmiş sayılır? Dünyada qəbul olunmuş belə bir şey var ki, insan əlindəki şeyi itirəndən sonra qədrini bilir. Amma bu anlayışı da bəzən qarışdırılır. Bax, deyim sənə harda qarışdırılır, belə çırpıldım mövzunun içinə. Deyim sənə harda qarışdırılır. Məsələn, uşaq vaxtı futbol oynamışıq məhəllədə, nə bilim, izləm, qaç oynamışıq, ortada qaldı oynamışıq. Deyirik ki, o vaxtların qədrini bilmədik. Qardaşım, necə qədrini bilmədik? Mən bütün uşaqlığımı oynadım. Nəyə bilərdim, yəni? Qədrini bilməmək üçün nə etmişəm ki, oynamışam, artıq zaman keçib böyümüşəm. Qədrini bilməmək odur ki, məsələn, həmin vaxtı mənə, nə bilim, o verilən imkanların istifadə eləməmişəm. Deyirlər, ged oynamamışam, başqa işlərlə məşğul olmuşam. Məsələn, indi orta yaşdayıq, işləyirəm, əziyyət çəkirəm, məsələn, özümə həyat qurmağa çalışıram. 20 il sonra deyə bilərəm, bu günlərin qədrini bilmədim. Qədrini bilməmək olar ki, mən indi avaralıq eləyim. 20 ildən sonra bu günün qədrini bilməmiş olacaq. Yəni əlimizdən çıxan hər şeyin qədrini bilməmiş sayılmırıq. Sadəcə insan bəzən keçmişdən darıxır. Yaxşı, mən indi bir sual verim bu mövzuyla bağlı sənə. Bu halla çox rastlaşırıq. Bu sözlə çox rastlaşırıq. Filankəsin qədrini bilir. Sənətdə daha çox deyirlər bunu. Məsələn, deyirlər ki, Kərim abi meyxana müdafiəsini eləyir. Kərim abi savadlı oğlandır. Kərim abi yaxşı meyxanaçıdır. Bu kişinin qədrini bilir. Evet. İndi sual verirəm. Məsələn, mən nümunə Kərim dostumdur deyə Kərimdən gətirirəm də, bu şamil eləyə bilərik bir çox sənətçilərə. Mən Orxan olaraq Kərimin qədrini bilmək üçün nə etməliyəm? Yəni nə edim? Məsələn, dinləyicisi ola bilərəm. Məsələn, Kərimin yaxşı meyxanaçıdır, yaxşı sənətçidir, mən dinləyicisi ola bilərəm. Əgər dinləyicisi olmağım onun qədrini bilməkdirsə, bu halda qədrini bilmiş sayılıramsa, onda mən vəzifəmi yerinə yetirirəm, mən Kərimin qədrini bilirəm. Və bir şey də var, dünyasını dəyişəndən sonra deyirlər ki, bu kişinin qədrini bilmədiniz və yaxud da bu sənətkarın qədrini bilmədiniz. Yəni, mən onun qədrini bilsəm, ölməyəcəkdimi, dünyasını dəyişməyəcəkdimi? Orada necə olacaq bu? Çox haqlı toxunursan mövzuya. Bəzi adamlar üçün qədir bilmək anlayışı dəyişir. Məsələn, fikirləşirlər ki, məsələn, adam var ki, deyir, mənim qədrimi bilmirlər, məsələn, özü üçün deyir. Deyirsən ki, necə bilmirlər? Deyir, məni toylara çağırmırlar. Məsələn, mən bunu qədir bilmək və ya bilməmək saymıram. Məni görəndə, mən hər gün toylarda olan adam deyirəm. Deyim ki, mən digər meyxana deyənlər kimi mənim kalendarım ağzına kimi dolu olur. Yox, düzdür, bəzən özümün də içindən seçmədiklərim olur ki, istəmirəm getmək. Amma nəticə etibarilə ən tələbatlı meyxana deyən mən deyiləm də, bu bilirəm. Amma məni tanıyan, mənlə şəxsən münasibəti olan və ya mənlə rastlaşan istənilən xəridar haqqında yaxşı fikirdədir, yüksək fikirdədir. Bu mənə qədir bilməkdir. Adam mənim qədrimi bilir. Deyirsən, bizim savadlı dostumuzsan, qardaşımızsan, yaxşı ki varsan, biz səni çox istəyirik, sənə hörmət edirik. Bu mənim üçün qədir bilməkdir. Onun mənə toya çağırmaması deyil. İndi gəlirəm sənin o birisi dediyinə, bir sənətçinin dünyadan köçməyi. Və bunun ən bariz nümunəsi, Allah rəhmət eləsin, Vüqar Biləcəri ilə bağlıdır. Vüqar Biləcəri sağlığında ən sevilən meyxana deyənlərdən biri olub. Yəni, Vüqar Biləcəri dünyadan köçəndə başladılar yazmağa ki, bunun sağlığında qədrini biləydiz. Vallahi xiridarlar onun sağlığında qədrini bilirdi. Elə bir toy yoxdur ki, orada Vüqar Biləcəri olmasın, yazmasınlar ki, burada Vüqar niyə yoxdur. Bütün toylarda Vüqar... Bizim məclislərimiz olurdu stol üstü, biz yığışırdıq, pandemiya dövrü ondan biraz qabaq. Orada bütün videoların şərhində yazırdılar ki, bura Vüqar Biləcərini də dəvət edir. Vüqar Biləcərini biz hamımız qədrini bilmişik, əlimizdən gələn eləmişik ki, həmişə ondan bir yerdə olaq, bir yerdə meyxana deyə, amma həyat belədir ki, bilmək olmur kimi harda aparacaq, Allah ona rəhmət eləsin. Amma Vüqar Biləcərinin ölümü meyxana üçün həqiqətən çox böyük boşluq yaradıb. Ona görə xəridarlar fikirləşirlər ki, məsələn, ortadan bir
çox böyük fiqur gedəndə belə bir boşluq bəlkə də onları Biz də oradan da onun qədrini bilirdik. Allah rəhmət eləsin. Biz yəni bir xeyridarı olaraq, bir dinləyicisi olaraq həqiqətən də qədrini bilirdik. Yəni qədir bilmək anlayışı əgər bu saydıqlarımızdırsa, ki onu dinləmək, onun sənətinə qiymət vermək, biz onun həmişə qədrini bilmişik. İndi dünyasını dəyişib, Allah rəhmət eləsin, bu qismətdir də. Biz hamımız bir gün dünyadan köçəcəyik. Bunun zamanı bəlli deyil. Bəli. Bilmirik nə vaxtdır. Qədir bilməmək odur ki, məsələn, hər hansısa bir sənətçinin illərlə məsələn onu sevmişik, illərlə onun böyük bir sənəti olub, sonra onun heç kim onun yanında olmayıb, heç kim onu istəməyib, heç kim ona tərəf getməyib. Belə bir şey olmayıb yəni. Mən səni o qədər gözəl anlayıram və bir söz yadıma düşdü. Deyir ki, səni anlayan bir insanın qədrini bil. Hər kəs səni dinləyə bilər, amma hər kəs səni anlamaz. Bəli. Ona görə də mən səni dinləyirəm və anlayıram və qədrini də bilirəm, əziz qardaşım, yaxşı ki var. Allah razı olsun, çox sağ ol. Bu yerin kəsib ayrıca story-də qoyacağam ki, Orxan mənə. Sonra deyirsiniz ki, belə. Bu qədir bilmək məsələləri doğrudan biraz bəzən olar. Mən bununla razılaşıram ki, biz özümüz də bəzi şeylərin qədrini bilmirik. Sonra itirəndən sonra peşmançılıq çəkirik ki, necə oldu? Məsələn, mən bunun qədrini bilmədim. Bu əşya da ola bilər, bu insan da ola bilər, dost da ola bilər, sevgili də ola bilər. Yəni bir insan olur bəzən qədrini bilmirsən. Çünki məsələn, deyək ki, bir dənə telefonumuz var. Bu telefonumuz bizim bütün işlərimizi həll eləyir, rahatçılıqla zəng eləyirik, video çəkirik, şəkil çəkirik. Sonra telefon düşür əlimizdən, sınır. Amma o sınana qədər biz ondan çox ehtiyatsız davranırıq. Çox ehtiyatsız. Məsələn, belə atırıq, kabrosuz işlədirik, qoruyucusuz işlədirik, nə bilim, elə hara gəldi, belə cibimizə necə gəldi qoyuruq. Sonra düşüb sınandan sonra peşmançılıq olur ki, bu düşdü, sındı, bunun içində mənim fayllarım var idi, şəkillərim var idi, xatirələrim var idi. Bu qədri bilməmək, bu bəzən bu yerdə işlədir ki, yəni onu sən vaxtında qədrini bilsəydin, o düşüb sınmayacaqdı. Ondan ehtiyatlı davranmaq lazım. O şey kimi, diş kimi də, məsələn, diş ağzımızdadır bilirik də, o orada olmayanda onun yerinin nə boyda boş olduğunu görürsən də. Bir də o dişlə bağlı mən bir keçən. O ayrı, o ağrılı diş ayrıdır. Bir də var ki, məsələn, qəza eləmirsən, dişin biri sınıb, onun yerindəki boşdur. Bir də bizdə insanlarda nə var? Bəzən mən nəyə fikir edirəm? Sanki bəzi adamlar əfkarlanmaq üçün özünə hadisə axtarır. Hətta bunun nəyə şeydən oxumuşam? Oradan elə bir beynimdə bir işıq yarandı. Yazmışlar ki, Kurtlar Vadisində Lazia öz yoldaşın asır da, orada yoldaşın asır. Deyir, öz yoldaşın sanki bir ömür kədərlənməyə səbəb olsun deyə öldürür. Yəni bu bir şeydir də, iddia da atılıb ortaya. Amma həqiqətən belə adamlar var. Məsələn, dediyimiz kimi, var sağlığında bir şairə, bir sənətçiyə, müğənniyə heç belə diqqət eləməz. O dünyadan köçəndən sonra başlayar yeri göyü dağıtmağa. Buna ən gözəl nümunən bilsən kimdir? Aygün bəylər. Aygün bəylər bizim çox böyük bir sənətkarımız olub. Bəlkə də elə bir sənətkar heç vaxt dünyaya gəlməyəcək, Allah ona rəhmət eləsin. O dünyadan köçəndən sonra heç onun tərzinə qulaq asmayacaq adamları gördüm ki, başladılar onu paylaşmağa, başladılar onu belə şey eləməyə. Burada Ramiz Rövşənin şeiri var. Deyir, sən də daşlamağa özgəsini tap, məni ömür boyu daşlayan adam, gilası mürəbbə, quzunu kabab, şairi heykəl tək xoşlayan adam. Bu adamlar elədir də, yəni şairi sağlığında yox, daşa dönəndən sonra başlayır. Mən bilmirdim, sən Ramiz Rövşəndən orada qeydim var. Səndə də var. Ramizdən burada adını yazıram, heykəl bilirəm ki. Allah ustadınızı qorusun. Bu qədir bilməklə bağlı bu xoşuma gəldi, bunu götürdüm ki, deyərəm. Deyir, bilmirəm hayandan tapdı ömrümü. Bir dəli at kimi çapdı ömrümü. Dağlara, daşlara çırpdı ömrümü. Qədrimi bilmədi bu adam mənim. İlahi, al məni bunun əlindən, qədrimi bilmədi bu adam mənim. Ramiz Rövşən çox böyük ustad. Hətta onunla bir dəfə telefonda danışmışam deyə çox xoşbəxtəm. Özə mən o qədər xoş sözlər deyib. Dedi ki, yəni necə belə o həmin dəqiqə necə qürrələnirdim, o izah eləyə bilmərəm. Nəvələrimə danışmaq üçün hadisətdə. Dedin şeydə Kurtlar Vadisində öz yoldaşını öldürür. Görürsünüz, belə hadisə var ki, məsələn, orada filmdə məsələn o öz yoldaşını öldürür. Amma mən bir dənə hekayə oxumuşam bugün. Bu səhv eləmirəmsə, yadımda qalan qədər Amerikada baş verir. Della və Jim adlı iki gənc evli olurlar, bir-birlərini çox sevirlər.
Yəni həqiqi sevgi olur, amma kasıb ailə olurlar da, belə imkanları olmur. Bunlar Milad bayramında bir-birlərinə hədiyyə almaq istəyirlər, bir-birlərindən xəbərsiz. Amma kasıb ailədirlər. Qız baxır ki, bunun cəmi $1 pulu var. Bu $1 da dəyərli hədiyyə ala bilmir də. Qız da uzun saç gözəl bir qız olur. Fikirləşir ki, gedim saçlarımı satım. Qız gedir, saçlarını kəstirir, satır. Yoldaşına saatı üçün qızıl qolbaq alır. Gəlir evə həyəcanla gözləyir ki, yoldaşı gəlsin, hədiyyə ona təqdim eləsin. Yoldaşı gəlir, girir evə, görür ki, yoldaşın saçları yoxdur, kəstirib. Baxır belə təəccüblə, deyir ki, sənin saçların, deyir, mən sənə hədiyyə almaq üçün saçlarımı satdım, sənin saatıva qızıl qolbaq aldım. Oğlan cibindən daraq çıxardır, deyir, mən də o saatı satdım ki, sənin gözəl saçlarımı daramaq üçün daraq alım. Heç biri o hədiyyəni istifadə eləyə bilmir. Amma yəni o qarşılıqlı məhəbbət çox gözəldir. O hadisədə bilirsiniz nədir? Yəni o hədiyyəni işlədə bilmədi heç biri. Nə o saatın qolbağını istifadə eləyə bildilər, nə o saat da yoxdur ortada, saat da yoxdur, saç da yoxdur ortada, amma bu ibrətamiz bir məhəbbətdir. Hər kəsə belə sevgi arzulayıram. Bunlar belə sevgilər 100 ildən bir gəlir. Amma olanda olur, bəli, rastlaşmaq olur. Özdə bir dənə şeyin itirəndə Orxan, ona deyir, biraz belə deyir, məntiqlə yanaşmaq lazımdır itirdiyin şey. Birinci məntiq odur ki, məsələn, tutaq ki, başına bir dənə pis hadisə gəlib, deyək ki, əlcəklərini itirmisən, deyirsən ki, yaxşı ki, əllərim var. Yəni, bir dənə daha yaxşı şey gətirsən, birinci məntiq budur. İkinci məntiq nədir? Deyəsən, əgər yanılmıramsa, Mahatma Gandhi şeyə gedir, qaçır çatmağa, tərpənən qatara artıq çatmağa çalışır. Gedib qatara minmək istəyəndə ayaqqabısının biri düşür. Bir ayaqqabı qalır ayağında, bir ayaqqabı qalır reisdə. Bu minir qatara. Dərhal ikinci ayaqqabısını da çıxardır, atır o bir ayaqqabının yanına və qatar gedir. Deyirlər ki, niyə belə elədin? Deyir, mən onsuz bir ayağını itirmişdim də onun. Yəni onu tapan adam qalacaqdı bir tayla, mən də bir tayla idim. Ona elə bunu da atdım ki, tapan adam qoy ikisini də tapsın. İtirir, amma itirəndə də bir məntiqli çıxış yolu tapır. İtirəndə azından belə fayda verir ki, məsələn. İtirəndə belə fayda verir. Bizimkilər tapanda heç fayda. Adam var ki, tapır, fayda vermir. Məsələn, Kərim, sən belə qədrin bilmədiyin bir şey var ki, məsələn, özün düşünürsən ki, mən bunun qədrini bilmədim. Bu şəxs də ola bilər, iş də ola bilər, nəsə əşya da ola bilər. Nə var belə? Məncə mən hələ də özüm haqqında fikirdəyəm ki, mən zamanın qədrini bilmirəm. Ömür mənim üçün çox sürətli keçir. Yəni mən çox tez keçdi. 18 yaşım dünən kimi yadıma gəlir, indi 32 yaşım var. Fikirləşirəm ki, bu 14 ilə çox az şey sığdırmışam. Daha böyük şey eləyə bilərdim. Yerdə buraxdığım mənasız günlər var. Fikirləşirəm ki, o günlər yəni niyə var? Məsələn, yadımda qalmayıb da. Yaddaşımda sadəcə boşa keçmiş günlərdir. Bəzən boş insanlara çox zaman xərcləmişəm. Bilmədən yanlış adamlarla 10 gündə olsa, 15 gündə olsa, bir ayda olsa dostluq elədiyim olub, yoldaşlıq elədiyim olub. Həmin günlər bilsən nədir? Onlar heç vaxt geri qaytarmaq olmayacaq və getdi hamısı zibillə. Yəni bildiyin zibilliyə atmışam da. Qədrin bilmədiyim günlər odur. Belə yəni. Ona görə deyir də bəzi şeylərin zamanında qədrini bilmək lazımdır. Sonra axtaranda tapmaq olmur. O zamanda ola bilər, o gəncliyində ola bilər, uşaqlığında ola bilər ki, onun zamanında qədrini bilməsən, sonra nə qədər axtarsan tapa biləcəksən. Sadəcə bir dənə dərdi bilsən nədir? Onu o anda bilmirsən. Sən o anda bilmirsən ki, məsələn, ayda. Mən bunu Zaurun verilişində də demişdim ki, yəni ən qorxulu şeydir. İllər keçir, geriyə baxır, düzdür, peşman olacağım bir şey yoxdur. Məsələn, geriyə baxasan ki, oyda bu nədir? Amma bəzi boşa getmiş günlər var ki, məsələn, bir ay oradan, 20 gün buradan, 50 gün oradan belə boşa getmiş insanlar. Məsələn, mən elə polemikaların içində olmuşam ki, məsələn, indi o adamla necə eyni həmsöhbət ola bilmişəm, necə o adamla həmdəm ola bilmişəm, yəni özümə sual verirəm və əsəbləşirəm ki, yəni bu mənim ondan üstün olduğum anlamına gəlmir və ya onun məndən əski olduğu. Sadəcə biz necə bir yerə gələ bilərdik? Necə mənim buna zamanım gedə bilərdi? Əslində bu hər kəsin həyatında var da, o düşündüyümüz şeylər, məsələn ki, mən zamandan daha yaxşı istifadə eləyərdim, məsələn, daha başqa şeylər eləyərdim. Bu hamımızda olur. Çünki o yaş dönəmi ilə bağlı olur ki, məsələn, bir yaş dönəmində
insanlar çox yanlış işlərlə məşğul olur da. Yanlış dediyimiz, yəni insanın şərəfini aşağılayacaq bir şey yox. Yəni yanlış odur ki, məsələn, sən futbolçu ola bilərdin, getdin şahmatçı oldun. Sən bir müddət bir nailiyyət əldə edə bilmədin. Yəni 15 yaşından sonra başladın futbola, nailiyyət əldə elədin, amma demək nədir? Ortada sənin 5 ilin getdi də. Bu yanlışlar belədir. Məsələn, biz də zamanında çox yanlış eləmişik, amma mən uşaqlıq yaşamamışam. Mən məsəl üçün uşaqlıqdan bəri işləmişəm deyə mənim uşaqlığım olmayıb. Mən kimsə uşaqlığından danışanda mən fikirləşirəm ki, görəsən mən uşaqlığıma bir də qayıtsaydım, nə edərdim? Mən də o uşaqlar kimi yaşayardım. Burada amma sənin günahın yoxdur da, biraz həyat eləyir. Bu normaldır. Yəni özün üçün mən özümü günahlandırmıram burada, çünki mənim günahım deyil də bu. Özün üçün naborot sən çox uşaqdan qabaqsın. Yəni məsələn sən bir çox adamla, yəni məsələn məndən daha tez zəhmətə öyrəşmisən, daha tez əziyyətə qatlaşmısan. Mənim gəlib məsələn bizim aramızda o məsələdə 10 yaş bəlkə fərq var ki, zəhmətə öyrəşmirəm. Yəni kimsə deyəndə ki, məsələn mən uşaqlığımın qədrini bilmədim, mən bu sözü özümə deyə bilmirəm. Çünki mən uşaqlığımın qədrini bilirdim. Amma uşaqlıq yaşamırdım. Uşaqlıq yaşamırdım. Onu yaşamağa zamanım olmurdu mənim. Mən hər kəsi güldürən palyaço. Düşünürəm ki, hər şeyin zamanında qədrini bilmək lazımdır. Dostların da, ailənin də, işin də, qazancın da, uğurun da, hər şeyin zamanında qədrini bilsək, o çox gözəl olar. Amma məşhur bir dənə fraza vardı ona dair. Deyir, hər şeyi bilməyinizə ehtiyac yoxdur, qədir qiymət bilin, bəs. Əla. Necə gözəl sözdür. Sən elə. Ona qoy etiraf eləyim də, qoy gəldi boğazımın burasına ki, mən çox yerlərdə, çox verilişlərdə bütün belə enerjimlə meyxananı müdafiə eləmişəm. Amma etiraf eləyirəm ki, bəzən meyxana mənə çox pis adamlarla tanış edib. Yəni meyxananın içində çox pis adamlarla tanış olmuşam. Təbii ki, onlar mənim müdafiə elədiyim kontekstdə aid deyillər. Sadəcə səbəb olub da. Elə bir ki, məsələn, meyxana olmasaydı o adamla biz bir yerə gələ bilməyəcəkdik. Meyxananın reqlamenti, deyiliş qaydası içindəki ədəbiyyat, bədii, şifahi, o ritorika qalır kənarda. Şəxsdən söhbət gedir. Elə adamlarla tanış olmuşam və o adamlara bəzən ömrümün günləri gedib və bu ümid eləyirəm ki, gələcəkdə lap çox peşman olmayacağam buna, amma yüngül var artıq. İnsan var ki, tanımağa peşman olursan, insan var onu gec tanımağa peşman olursan. Oyda. Gec tanımaq lap pisdir. Mən bunu niyə gec? Məsələn, gec tanıdığıma peşman olmuşam. Məsələn, ya bir 10 yaşından zaten tanıyaydım səni. Sən mən 10 yaşında tanısaydın, mən PlayStation oynayacaqdım, sən işləyəcəkdin. Yəni amma bir heç olmasa bir 18 yaşda zətdə tanış olsaydı, bəlkə sən də şair olardın. Bəlkə də bu verilişimiz bir 18 ildir davam edir. 18 ildir bunlar qırırlar bir-birlərini, yola gedmirlər. Bəzən məsələn sən deyirsən ki, məsələn yanlış adamlarla, pis adamlarla tanış eləyib də meyxana məni. Bu tək meyxanada deyil ki. Meyxana deməsəydin də o pis adamlarla. Amma mən meyxananı o cür müdafiə eləyəndən sonra gəlib o nəticəni almağım pis təsir ki, mənə də yoxdur. Bu hər sahədə var da, biz də yanlış adamlarla tanış oluruq bilmədən. Çünki insanlar ilk başda özlərini o qədər mələk kimi göstərirlər. Məsələn, sən ona inanırsan. İnsanların o keçən veriliş danışırdı, o aldatmaq xüsusiyyəti var. İnsan var ki, yəni səni o qədər peşəkar aldadır ki, o qədər gözəl aldadır ki və insanın həssas yerlərinə toxunurlar da. Məsələn, deyək ki, mənim həssas yerim uşaqlardırsa, bu gəlir mənə balamın canı, yəni bu söhbət belə olub. Mən artıq o balamın canı deyən adama ikinci söz deyə bilmirəm. Çünki o qədər həssas yerimdir ki, o bala mənim. Fikirləşsən ki, onun üçün deyilər. Fikirləşirəm ki, bu adam üçün də belədir, o məni rahat hallada bilir. Məsələn, birinin həssas yeri anasıdır, o tutur onun ki, o həssas yeri anasıdır, anamın canı budur belə, o adam ona inanır da. Bizi belə alladıb həyatımıza daxil olan insanlar olub, amma gec də olsa biz başa düşmüşük ki, bu insanlar səhv insanlardır və dediyim kimi gec tanımağa peşman olduğumuz insanlar da var. O özü iki mənalıdır. Biri var ki, məsələn, bir adam yaxşı adamdır, onu gec tanımağa peşman olsa, kaş mən çoxdan tanıyardım. Bir də var ki, pis adamla uzun müddətli münasibətdəsən, tür görsən ki, bu nə mındar adam imiş, üzr istəyirəm ifadəmi öyle. Desən ki, bunu gec tanıdım. Allah bizi beləcə peşmançılıqdan saxlasın. Bağışlayırıq o insanları, eləsi var ki, ikinci şans veririk o insanlara, peşman oluq da. Ona görə də bəzən bağışlamaq həmişə yaxşı şey deyil də. Bəzən insan olur ki, bağışlayırsan düzəlir, insan olur bağışlayırsan qudurur.
Allah bizə eləncə qudurğanlardan saxlasın. Nə istəyirsən Əliyə qardaş, görsən biz burada gözəl söhbətlər eləyirik. Oradan əl işarəsi zad eləyirsən. Bildiyəsən Maştağadansan, mənim meyxana haqqında dediyim söz xoşuma gəlmir, amma elə deyil qardaşım. Bir dənə meyxana şey var. Əliyə mənim qədrimi bilirsən. Onun başqa şansı yoxdur. Yəni yox desəydim, bunun üstünə şey verəcəydim. Qədrimi bilmədi. Buradan bütün əsgər də salam. Bəli, İfrat Dünya Maliyevdə mən salamlayıram. Onun da qələmi var o işdə. Hər ikisini salamlayıram. Ona görə də Əliyə müəllim, həmişə mənim qədrimi bil. Sənə də təşəkkür edirik, əziyyətimizi çəkirsən. Kamil, sənə də təşəkkür edirik qardaşım. Sən də əziyyətimizi çəkirsən. Sağ ol. Düşünürəm ki, burada maraqlı yerində verilişi yekunlaşdıraq. Poz bunu. Təşəkkür edirəm hər birinizə, bizi izlədiyinizə görə minnətdaram. Allah sizi var eləsin, Allah sizi qədir bilənlərdən eləsin və ətrafınızda hər kəsi qədir bilənlərdən eləsin. Heç vaxtı bu şeyin qədrini bilmədim deyib peşman olmayasınız. Sağ olun. Təşəkkür edirəm. Mən də Orxanın bütün fikirlərinə qatılıram.